Merhaba arkadaşlar ben Kara Pelenç Bugün arkadaşlar sizinle kısa bir filme bakacağız. Yine sesimi hiç çıkarmayacağım çünkü yaşlı kulak alsın. Aleykümselam. Geçelim. Sevgi bucağı ve daha bir sürü şey. Bir Azərbaycanlı olaraq mən həyatımda heç vaxt indiski filmə baxmamışam başdan ayağa qədər. Amma bugün hər şey dəyişir. Xanımlar və cənablar, qarşınızda Milçək filmi. Deməli bu bomba olan şəriki ilə bir yerdə olan iş görüşünü buraxıb orada-burada sülənir. Heç kimi qozdaqlamır, hardasa qız görən kimi də yaxınlaşıb padxod eləyir. Təbii ki, qızlar da onun bu bomba olanlığının qoxusunu uzaqdan hiss eləyir və yanına yaxınlaşan kimi özlərini qaqamızın qollarına buraxırlar. Bu belə. Digər tərəfdə isə biraz daha az bomba olan Nani adında bu qaqaş var. Qaqam gələcəkdə Milçəyə çevriləcəyindən xəbərsiz hal-hazırda sevdiyi qızın pəncərəsinin qabağını kəstirib. Nani nə qədər qıza yaranmağa çalışsa da qız Naniyə nazqoz eləyib ona üz vermir. Bir tərəfdən üz verməsə də bir tərəfdən yavaş-yavaş oğlanı isnişməyə başlayır. Nəysə elə olur ki, başdakı bomba olan Naninin istədiyi qızla bir iş görüşməsi keçirir. Bomba olan qızı bəyənir və deyir ki, nə olur olsun bu qız mənim olmalıdır. Bir neçə gün bunların iş görüşü davam etdiyi müddətdə Nani sırtıq kimi bunların götündən əl çəkmir. Hara gedirlər, Nani də dallarıca düşüb arxada dıydıq-dıydıq hərəkətlər eləyir. İki oğlanın arasında qalan qız seçimini Nanidən eləyir. Yolun ortasında bomba olan maşından düşür, gedir Naninin yanına. Amma oğlanın yanına elə gedir ki, güya bunun elə bir məqsədi yox imiş. Bomba olan qızın riski düşməyindən şübhələnir və söhbəti dərhal tutur. Hələ təzəcə tanış olduğu bu qızı başqa oğlanla bir yerdə görməyi qaqamın beyninə qanı sızdırır. Və bu sızmanı biz onun gözlərindən görə bilərik. Oğlum bu ne lan avra? Nəysə, Nani bundan sonra öz cütləşmə rəqsini qıza göstərir və sonunda qızın dabrosunu alır. Tam qızla aranı düzəldirdi ki, bomba olan adamları gəlib Nanini uğurluyurlar. O qızdan mənim xoşum gəlir. Bir də onun qapısında görməyim səni. Əgər görsəm, sənəsən. Böyle beynim sönürdü. Hansı qız deysən qədər? Bindu. Bindunu pişirmişəm. Nəysə, beləcə bomba olan burada Nanini şapatlayan vaxtda qızdan Naniyə səni belə sevirəm, elə sevirəm zat kimi mesajlar gəlir. Bomba oğlanla Naninin qızı həqiqətən bişirdiyindən əmin olub Nanini orada öldürür. Elə əsas məsələ də bundan sonra başlayır. Naninin ruhu bədənindən çıxıb gedib milçək yumurtalarının içinə girir və Nani yenidən dünyaya milçək olaraq gəlir. Milçək özünə söz verir ki, bomba oğlandan intiqamını alacaq. Bomba oğlanı bir şəkildə tapıb maşın sürən vaxtı oplanıb adamın gözünə girir. Adam da yoldan çıxıb maşın aşırır. Maşın qalır qumun altında və Milçək içəridə qaqaşa belə bir mesaj yazır. Bundan sonra bomba olan hara geçsə də Milçəkdən canını qutara bilmir. Milçək qaqamı harda tutdu, qulağının dibində vızıldayıb adamı narahat eləyir. Gecəsi gündüzü olmayan adam artıq pıs-pıslı Milçək öldürənlə gəzməyə başlayır. Milçək də qayıdır sevgilisinin yanına və özünü qıza tanıdır ki, bəs mən Naniyəm. Bomba olan sənə görə məni öldürdü. Sonra da mən dünyaya ikinci dəfə Milçək olaraq gəldim. Bindu Nanini tanıyır və şeskund Milçək ilə bir dənə plan qururlar ki, qaqaşı öldürsünlər. Qız başlayır Milçəyə məşq elətdirməyə. Milçəyi kasetdən düzəltdiyi daroşkada qaçızdırır, Zubatiska ilə bench press elətdirir. Xüsusilə sinə günlərində fly cable-da 4 set 12 təkrar mütləq var idi. Axırda da pıs-pısa qarşı bir qaz maskası düzəldib geyindirir Milçəyə. Milçəyin işi qabağında heç kim dayana bilməz. Bu tərəfdə də bomba olan evinin hər deşiyini bağlayıb ki, Milçək içəri girə bilməsin. Belə ki, qızın köməkliyi ilə bir şəkildə evə girən Milçək qaqamın orasını burasını deşik-deşik eləyir, qoyur ora. Oğlan da məcbur qalıb qızı göndərir evinə. Daha sonrasında kameradan həmin bu Milçəyin Bindu ilə işbirliyini tutur. Çağırır qızı evə və bu moment bomba oğlanla Milçək arasında bir boss fight gerçəkləşir. Milçək qaqaşın ayağını iynələyir, qaqaş Milçəyi tutub qanadını kəsir. Nə bilim, belə adamın ürəyi sıxılır danışanda. Ən sonunda da Milçək özünü qurban verir, yana-yana barutlu top atanın içinə atır özünü, bomba oğlanı ürəyindən vurub öldürməyi bacarır.
Belə dostlar, uzun müddətdir burada yox idim bəzi səbəblərdən ötürü, amma artıq Arkadaşlar orada ben dediğim videolar kanalıma abone olmayı unutmayın. Yorum yaparsanız çok sevinirim. Arkadaşlar bu arada istediğiniz videolar varsa deyin. Bundan sonra bir film atacağım. Bu filmler daha atacağım ki bakın. Yani bunların gerçek hallerine bakabilirsiniz ama gerçek halleri İngiliz gibi yani Hint dilinde danışırlar. Başka bir şey arasını bilmiyorum. Neyse. İkinci filme çekeceğim. Görüşürüz. Bay bay.